Herkese selamlar dostlar, kanalıma ve videoma hoş gelmişsiniz. Bugün sizlerle birlikte qələm qabımdan ne var çəkirik. Normalde bilirsiniz ki benim qələm qabım bu değildi. Kargo açılışına ben Temu'dan yeni bir qələm qabı almıştım. Bunu da aslında Temu'dan almışım ama bunu elə bil ki keçən ilin axırlarına yaxın falan almıştım. Yani çok da işletmemiştim, çok az işletmiştim. Yani tertemizde kalmıştı. Ama niyəsə işlətmirdim. O təzəni aldım. O təzəni bir 2 həftə falan işlətdim. Ama çox yer tutduğuna görə və bu daha yəni böyük olduğuna görə bunu işlətmək istədim. Bunu da bilməm göstərmişəm videolarımda yoxsa yox. Məncə göstərməmişdim. Yox, kargo açılımında göstərmişdim. Yəni bunu bilirsiniz də yəni artıq ona görə. Bunu bir şey sevirəm. Bunun içi parçadan olduğuna görə. Deməli baxın. İçi belə parça olduğuna görə bunu daha çox sevirəm. Deməli bu belə bir qələm yöntem. Sonra belə gül formasında 4 dənə idi. Sadəcə bir içində çıxartmışam. Pozan. Bunlar da düşüb. Normalde bunlar şəkil yoxdur üzərində, amma şokolad formasındaydı. Mən bunları bölmüşəm. Çünki belə də işlətmək olur. Belə bir flamaster fosfor renkdə. Sonra qayçı. Bu əslində şey başıdır. Qələmin falan başına taxmaq üçün belə bir süsdür. O göstərdiyim pozandan bir dənəsi və çox yaxşı pozur. Bunu da bilməm, bilirsiniz, bilmirsiniz. Bunu belə vərəq edirsiniz ağardıcı niyyətinə. Yəni gözləmirsiniz də, yəni qurusun. Bir üstünə çəkirsiniz, ağ olur falan. Bilməyənlər üçün deyim dedim. Bunu da Miniso'dan almıştım. 4 tane böyle rengi var. Böyle. Sonra bu da eynidir. Bunda böyle renkler var. Ağardıcı. Sonra böyle bir karandaş. Burasına böyle bir şey yapıştırmışım. Tıspaka. Pozanlı ruska. Sonra qara böyle bir marker. Yine bir ruska. Kırmızı ruska. Yaşıl ruska. Yine ruska. Bunların hamısı ruskadır normal. Bu da qara renkli ruska. Bu kadar idi. Kanala abone olmayı, like atmayı unutmayın. Sağ olun.